Vüqar bəy, baxın, bu sizin sistem onda biz belə başa düşürük ki, bu bir startapdır, yenilikdir da bu. Yoxsa bu belə deyim, Azərbaycan üçün nəzərdə Bəli, tutulan. bəli. Biz nə ediriksə, ümumiyyətlə biz çalışırıq ki, əgər bazarda nəsə varsa, biz onu təkrarlamırıq. Yəni bizdə bir çox sahibkarlar baxır ki, ya nəsə uğurludur, başlayır onu təkrarlamağa. Bizim yanaşmamız tam başqadır. Biz görürük ki, kimsə nə isə edir, onu təkrarlamırıq, çalışırıq ki, daimi nəsə yeniliklər gətirək. Hələ adi Apple Pay, Google Pay deyim. Yəni siz internetdə 3 ildən çoxdur ki, nə onlayn Apple Pay, Google Pay ödəmisiniz, hamısı bizdən keçib. Yəni indi təzə yarım ildir artıq banklar, digər oyunçular o xidməti verməyə başlayıb. Biz artıq 3 ildir veririk. Siz yaratmışsınız. Onlayn biz yaratmamışıq, biz gətirmişik. Yox, gətirməyə nəzərdə Biz birbaşa Apple Pay, Google Pay inteqrasiya eləmişik. Yəni özümüz sazlamışıq prosesinqlərdən prosesi və onu birinci bazara gətirmişik və belə nümunələr çoxdur. Misal üçün American Express uzun vaxtı var idi bazarda, bankların birində, beynəlxalq bankda, amma onları onlayna çıxarda bilmirdilər rahat. Biz o prosesi sazladıq, artıq bütün top otellər American Express kartlarını rahat ödənişlərini qəbul edir. Eyni şəkildə Union Pay vermişik. Sonra Visa ilə gözəl layihəmiz var. Adi ödənişləri bu Apple Pay, Google Pay məntiqi ilə, yəni kart məlumatı istifadə olmadan ödənişləri keçirmək məntiqi ilə həyata keçiririk. Məsəl üçün yeganə qalan yerli taksi brendimiz 189 artıq bu xidmətdən istifadə edir, Vizadan dəstək alıb və onların bütün ödənişləri o texnologiyadan keçir. İndi digər müştərilərə də onu veririk. Və belə nümunələr bizdə çoxdur. Yəni biz vaxtı ilə, misal üçün mən özüm vaxtı ilə ödəniş təşkilatında işləyirdim, hardakı terminal şəbəkəsi idi və görürdüm ki, orada çoxlu çətinliklər var. Biznes gəlir, ödəniş terminalına qoşmaq istəyir, 3 ay, 6 ay çəkir. İnteqrasiya haqqı çox yüksəkdir. Görürlər balacadır, komissiyanı yüksək deyirdilər. Biz o prosesi o vaxtı yüngülləşdirdik ki, bütün ödəmə kanallarına bir inteqrasiyanın qoşulma imkanı olsun ki, sahibkar belə deyim də vaxtında tez bazara öz xidmətini çıxarda bilsin. Onu o vaxt elədiyi çox yaxşı, uğurlu oldu. İndi də misal üçün taksitləri eyni şəkildə eləyirik. Taksit nədir? Bu bir kartdır, tam kartdır, albalıdır. Siz hardasa alış-veriş eləyəndə onu hazır aylara bölürlər. Siz onu biz onu onlayn edirik və bizdən qabaq digərləri də çalışıb eləmək, amma bizim kimi heç kimi edə bilməyib. İndi çətinlik nədir də? Fərz eləyək ki, hansısa biznesdir, dükanlardır. Hətta yaxşı da böyük dövriyyələri var, amma onlar onlayna rahat çıxa bilmirlər, çünki əməliyyat xərcləri çox yüksək alınır. Fərz eləyək ki, onlayn nəsə satış eləyirsiniz, istəyirsiniz ki, sizin məhsulunuz ya xidmətiniz eyni zamanda taksitlə də satışı mümkün olsun. Siz gərək ayrıca banka qoşulaydınız, ayrıca hər hansı bank ki o taksit xidmətini verir, yəni hansısa beynəlxalq bank verir, hansısa Kapital, Bank of Baku, Unibank, Yapı Kredit. Gərək bir-bir hamısına qoşulmalısınız, yəni hamısına inteqrasiya eləməlisiniz, hamısından hər ay üzləşmələr eləyəsiniz, köçürmələrinə nəzarət eləyəsiniz. Yəni çoxlu əməliyyat xərcləri əmələ gəlir ortalıqda və vizual olaraq sayta kimsə daxil olanda hər birisini ödəyəndə fərqli yerə yönlənir ödəyici. Yəni yadda saxlanılan kartdan misal üçün taksitə bölə bilmirdiniz. Biz onu hamısını qəşəng yığdıq bir ekrana və bir inteqrasiyanı indi bütün müştərilərə verəcəyik və rahat şəkildə artıq bu bazar inkişaf eləyəcək. Yəni İndi nə vaxtda gözlənilən inşallah? Biz artıq indi başlamışıq, bir neçə müştəriyə artıq vermişik. İndi də növbədə yəni işlək variantlar sizə göndərərəm, sonra baxarsınız. Çox gözəl formada. Yəni vizual olaraq da misal üçün saytda necəsə onu dözmək olur ki, sayta girirsən, görürsən altında yazılıb, bu taksit ora tıklayanda onun prosesinqinə keçir, bura eləyəndə ora keçir, amma mobil tətbiqdə yəni bu çox bərbad günündə görsənir. Bizim variant isə çox yığcam gözəl, həm vizual gözəl, həm də ki əməliyyat xərci rahat. Sahibkar gərək öz biznesi üzərində fokuslansın. Yəni arxada olan proseslərin sayı nə qədər çoxdursa, o biznesin həm maya dəyərini artırır, həm də biznesdən fokusunu ayırır. Yəni bu da əvvəl danışdığımız bu bizneslərin uğur ehtimalını artırma məsələsində çox vacib amildir. Yəni yerli bazarda sahibkarlar çoxlu resurs xərcləyir administrativ tərəfə və biznesə yönlənmək üçün çox az resurs qalır. Yəni biz istər-istəməz vaxtımız limitlidir. Əgər mən 50% vaxtımı administrativ məsələlərə yükləsəm, istər-istəməz artıq 50% qalacaq ancaq biznes üçün. Bu 80% olsa deməli daha çox yeniliklər, daha çox məhsullar, daha çox fayda, daha çox artım.